Salam uşaqlar, gəlin sizin üçün bugün mexaniki iş güc mövzusuna aid sualları izah edim. Başlayaq birinci sualımızdan. Birinci sualda nə deyir bizim üçün? Deyir ki, kökdə joule vur kilogram hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Gəlin qeyd edək. Joule vurulsun kilogram. Joule nəyin vahididir? Bütün işlərin, bir digər tərəfdən bütün enerjilərin vahidi joule idi. Onu işin üstünü yazıram. A bərabərdir Fs. Joule bərabər olacaq nəyə? Newton vur metrə. Çünki biz bilirik ki, qüvvənin vahidi Newton, yer dəyişmə vahidi nədir? Metrdir. Gətirib əvəzləyək. Newton vurulsun metr, vurulsun kilogram. İndi bir digər tərəfdən baxıram ki, bu şəkildə yazdıqda mənim üçün əlverişli bir cavab alınmır. İndi gəlin Newtonda açaq. Newton nəyin? Biz bilirik ki, vahididir. Bütün qüvvələrin, deməli, F bərabərdir MA. Newton da bərabər olacaq. Kütlə vahidi kilogramdır. Təcrübədə vahidi metr bölü saniyə kvadratıdır. Yine gətirib ifadəmizi əvəzləyək. Deməli, kilogram vurulsun metr bölünsün saniyə kvadratı, Newtonun yerinə gətirib əvəzlədik. Metr öz yerində qalıb, bir də kiloqramımız var. 2 kiloqram var. Təbii ki, ondan biri kökdən nə inəcək? Çıxacaq. Daha sonra yenə 2 metr var. Metrin kvadratı idi, kökdən metr olaraq çıxdı. Saniyenin kvadratı da kökdən saniyə olaraq çıxdı. Təbii ki, bu da nəyin vahididir? Impulsun. P bərabərdir mv. Kiloqram kütlənin vahidi metr bölü saniyədir sürətin. Cavab da impuls. Deməli, hansı variantda verilib bizə? C variantında. Keçək baxaq ikinci sualımıza. İkinci sualda nə deyir? Deyir ki, cismin kinetik enerjisi 50 jouldur. Ona təsir edən qüvvələrin əvəzləyicisi 20 joule iş görərsə, kinetik enerjisi nə qədər olar? Uşaqlar, biz bilirik ki, kinetik enerjidən iş arasında əlaqə teoremi var idi. Nə idi o teoremdə? İş nə idi? Kinetik enerjinin müsbət işarə ilə dəyişməsinə bərabərdir ki, onsuz da biz qeyd etmişdik ki, enerji iş görmə qabiliyyətidir. Aşağı siniflərdə, ilk yəni 7-ci, 8-ci sinif materialında da enerji bölməsini keçəndə qeyd edirik ki, enerji nədir? İş görmə qabiliyyəti. Əgər enerji varsa, iş görüləcək. Enerji yoxdursa, iş görülmür. Sözsüz ki, iş gördükdə də hərəkət etdiyimiz üçün, hərəkət hesabına yaranan enerjimiz nədir? Kinetik enerji. Ona görə bizim işimiz kinetik enerjinin nədir? Dəyişməsinə bərabərdir. İndi diqqət edək. Baxırıq, bizə deyir ki, əvəzləyicinin gördüyü iş, qüvvələrin əvəzləyicisinin gördüyü iş 20 joule. Gətirib yazdıq. Daha sonra bir digər tərəfdən biz bilirik delta fizikada nədir? Dəyişmə. Dəyişmə də nə ifadə edir? Sondan başlanğıcın çıxılmasını. İndi baxın, məndən istənilən nədir? Cismin kinetik enerjisini verib 50 joule. Daha sonra 20 joule iş görüləndən sonra artıq bizim kinetik enerjimizin nəyə bərabər olduğunu soruşur. Yəni bizə gördüyünüz kimi başlanğıc kinetik enerjimizi vermişdi. 50 joule'dur. Gətirib əvəzləyirəm. 20 bərabərdir. YK çıxılsın 50-yə. Onu da buradan tapdıq ki, kinetik enerjimiz nəyə bərabər imiş? 70 joule-la. 70 joule-la. Səndən soruşdu oldu ki, 20 joule iş görəndən sonra artıq sənin enerjin nəyə bərabər imiş? Deməli, verilən qiymət bizim iş görülməmişdən əvvəlki nə idi? Enerjinin qiyməti idi. O da verilib bizə hansı variantda? C variantıdır. Keçək üçüncü sualımıza. Alfa bucağının hansı qiymətdə iş görülür? Təbii ki, 90 dərəcədə. Çünki işin düsturu nədir? A bərabərdir Fs kosinus alfa. Biz də bilirik ki, kosinus 90-da 0-a bərabərdir. Təbii ki, bərabərliklərdən, ifadələrdən biri 0-dırsa, yekunda mənim işim nəyə bərabər olacaq? 0-a bərabər olacaq. Bu da oldu D variantı. İndi baxaq dördüncü sualımıza. Deyir ki, koordinat zaman qrafikinə görə əvəzləyici qüvvənin 8 kiloqram kütləli cismin üzərində gördüyü şey hesablayın. Uşaqlar, diqqət edirsiniz. Burada baxıram ki, mənə verilən x-in t-dən asılı qrafiki hansı hərəkətin grafikidir? Təbii ki, düz xətli bərabər sürətli. Çünki biz bilirik, yeyinləşəndə, yavaşlayanda parabolik qrafiklərə baxırdım. Düz asılığın qrafikisi koordinat zamanda, yer dəyişmə zamanda bu düz xətli bərabər sürətli hərəkətdir. Düz xətli bərabər sürətli hərəkət zamanı iş görülürmü? Xeyr, çünki düsturumuz nədir? A bərabərdir Fs. Düz xətli bərabər sürətli hərəkətdə təcil qüvvə 0-a bərabərdir. Yenə artıq ifadələrdən biri 0-dırsa, yekunda iş nəyə bərabərdir? 0. Ona görə cavabımız olur nə ilə? A variantı. Gəlin baxaq 5-ci sualımıza. 5-ci sualda deyir ki, mühərrikin gücü sabit olan avtomobilin hərəkət sürətinin hansı qiymətində dartı qüvvəsi ən böyük olar? Mühərrikin gücü sabitdir. N var. Daha sonra məsələnin şərtini cavablarda məndən sürət soruşulur. Həmçinin bir digər tərəfdən dartı qüvvəsinin böyük qiymətini axtar tap deyir. Bu üçün birlikdə iştirak etdiyi düstur varmı? Təbii ki, var. Gücün düsturu nə idi? N bərabər idi A bölünsün T. Daha sonra Fs bölünsün T. S-in də T-yə nisbətini demişdik ki, bizə nə verir? F. Təbii ki, gücün, dartı qüvvəsinin, həmçinin sürətin iştirak etdiyi düstur nə idi? N bərabərdir F. İndi bizə burada lazım olan nədir? Qüvvə. Çünki dartı qüvvəsini soruşur. O da olacaq N bölünsün V. Gücü bizə sabit verir və nə istəyir? Dartı qüvvəsi böyük qiymət alsın. Dartı qüvvəsinin böyük qiymət alması üçün sürət necə qiymət almalıdır? Kiçik. Sürətin də baxıram ki, variantlarda ən kiçik verilən hansıdır? Y variantında 2 metr bölünsün saniyə. Ona görə cavabımız elə nə olacaq? Y variantı. İndi keçək baxaq 6-cı sualımıza. 6-da nə deyir bizim üçün? Konservativ olan qüvvə və yay qüvvələri müəyyən edin. Uşaqlar,
Konservativ qüvvələrimiz hansı idi? Təbii ki, ağırlıq qüvvəsi, təbii ki, elastiklik qüvvəsi, bir də dedik elektrostatik qüvvə. İndi o elektrik bölməsində keçilir. Yenə qeyd edirəm, konservativ 3 qüvvəmiz var. Biri ağırlıq qüvvəsidir, biri elastiklik qüvvəsidir, bir digər də nədir? Elektrostatik qüvvə. Qalan artıq digər qüvvələrimiz konservativ deyil. İndi mənə konservativləri tap etdiyi üçün cavab olacaq 2, 3. Yəni 6-da cavabımız nədir? B variantı. İndi baxaq 7-ci sualımıza. 7-ci sualda baxırıq, deyir ki, şəkildə cismə təsir edən dartı qüvvəsinin 2 metr yolda gördüyü işi tapın. Baxaq, deməli, işin düsturu nədir? A bərabərdir, bucaq verirsə sözsüz ki, bizim üçün Fs kosinus alfa. Fs kosinus alfaya. Lap məsələn, bucağın hardan gəldiyini müəyyənləşdirək. Biz demişdik ki, fizikada əyri-xətli vektorların heç bir əhəmiyyəti yoxdur. Tez onları proyeksiyasına ayırmalıyam. Bu mənim olur Fy toplanan, bu da mənim olur nə? Fx toplanan. İndi diqqət edirik. Biz necə hərəkət edirik? Üfüqi səthdə, yəni sağa-sola hərəkətli. Baxın, bizə üfüqi səth verilib, şaquli səth yox. Ona görə Fy lazım deyil. Bizə lazım olan nə olacaq? Fx. Qeyd etmişdik ki, həmişə bucaq yaradan tərəfdə nədir? F kosinus alfa. Sözsüz ki, bu da olacaq nə? F kosinus alfa. Gəldik, düsturumuza çıxdıq. F kosinus alfa, bir də vurulsun yer dəyişməmiz. İndi A bərabərdir. F verib neçə? 20 newton. Yer dəyişməni verib neçə? 2 metr. Kosinus 60 dərəcədə nə qədərdir? Baxırıq ki, 2-də 1. Buradan da müəyyənləşdirəndə artıq işimiz nəyə bərabər imiş? 20 joule bərabərdir. Fy götürə bilməzdir uşaqlar. Və Fy, bəli, F sinus alfaya bərabərdir. O mənim üçün maraqlı deyil. Bucaq yaradan tərəf həmişə nədir? Kosinus alfa. İndi trigonometriyanı keçəndə artıq bunu daha yaxşı biləcəksiniz. Biz indi fizikada qısa yoldan trigonometriyanı bilməyən yoldaşlarımız üçün də qeyd edirik ki, bucaq yaradan tərəfimiz nədir? Kosinusdur. Gördüyünüz kimi dartı ilə Fx arasında bucaq yaranır. F kosinus alfadır. Digər tərəf F sinus alfadır. Digər tərəf onsuz da mənə lazım deyil. Çünki mən üfüqi səthdə hərəkət edirəm. Şaquli səthdə yox. Cavab da ona görə nədir? Deməli, A variantı 20 joule. Keçək baxaq indi 8-ci sualımıza. 8-də nə deyir bizim üçün? Mexaniki iş, mexaniki güc üçün uyğun ifadələri müəyyən edir. Skalyar kəmiyyəti hər ikisi. İşdə, gücdə skalyardır, gəldi mərkəzə. Vahidi jouldur, təbii ki işin. Vahidi vattdır, təbii ki gücün. İşin görülmə yeynini xarakterizədir, təbii ki güc. N bərabərdir, A bölünsün T-dir. Vahid zamanda görülən işdir. Modulu Fs kosinus alfa təyin olunur, təbii ki işin düsturuydu, bayaqdan dəfələrlə də yazmışıq. Deməli, işə aiddir 2-5, gücə aiddir 3-4, ortağa aiddir nə? Yalnız 1. Keçək indi baxaq 9-cu sualımıza. 9-cu sualımızda nə deyir bizim üçün? Şəkildəki bir blokun köməkliyi ilə kütləsi 12 kiloqram olan cisim bərabər sürətlə yuxarı qaldırılır. Faydalı iş əmsalı 40% olarsa, qüvvə nə qədər olar uşaqlar? Baxırıq, qollar necədir yuxarı? Qollar yuxarıcı hansı blokdur? Tərpənən blok. Tərpənən blok üçün faydalı iş əmsalının düsturu nə idi? Eta bərabər idi, demişdik ki, mj bölünsün 2f, vurulsun nəyə? 100%. İndi gətirib bütün qiymətləri yerinə yazaq və hesablayaq. Deməli, faydalı iş əmsalını verib bizim üçün neçə? 40%. Daha sonra bir digər tərəfdən kütlə nə qədərdir? 12 kiloqram. J'miz neçədir? 10-dur. Bölünsün, qüvvəni soruşur sizdən naməlumdur. Vurulsun nəyə? 100%. Hər tərəfi bölə 100-ə. 0,4 bərabər olacaq. 12 vurulsun 10, bölünsün nəyə? 2f. İndi bu 2-dən bu da ixtisar getdi. Qaldı təbii ki nə? 0,4f bərabərdir 60-a. Hər tərəfi 10-a vuranda 4f bərabərdir 600-ə. F də bərabərdir 600-ü də 4-ə böləndə təbii ki edəcək neçə? 150 newton. 150 newton. Deməli, mənim qüvvəm nəyə bərabər imiş? 150 newtona, yəni B variantı. İndi gəlin baxaq 10-cu sualımıza. 10-cu sualda nə deyir bizim üçün? Verilmiş yay 200 newton qüvvənin təsiri altında 20 santim sıxılır. Həmin qüvvənin işini hesablayın. Uşaqlar, birincisi müəyyən edək. Bu hansı qüvvədir? Yayda yaranan qüvvəyə biz nə demişdik? Elastiklik qüvvəsi. Elastiklik qüvvəsi hansı təbiətə malik idi dedik? Konservativ. Elastiklik qüvvəsi, ağırlıq qüvvəsi, elektrostatik qüvvə. Bunlar konservativ qüvvələrdir. Bəs konservativ qüvvələri Fs-lə hesablayırdıq? Təbii ki, yox. Konservativ qüvvələrin gördüyü işin özünə məxsus qaydası var idi. Dedik ki, əks işarə ilə potensial enerjinin nədir? Dəyişməsinə bərabərdir. İndi baxıram, məndən nə istəyir? Məndən istədiyi qüvvənin işini tapmaqdır. Mənə verilib qüvvə. Yay varsa mütləq şəkildə biz bilirik ki, bizim həmişə orada diqqət edirik. Uzanmamız var, sərtliyimiz var. İndi baxın görüm, mənə verilib qüvvə. Yəni potensialın hansı düsturunu gətirib əvəzləyim? Qüvvə var, uzanmadan söhbət gedir. Potensial enerjinin F-dən, X-dən olan düsturu var idi mi? Təbii ki, var idi. Ümumiyyətlə, yayda yaranan potensial enerjinin düsturlarını yazın. Kx kvadratı bölü 2, Fx bölü 2, F kvadratı bölünsün 2K. İndi mənə qeyd etdiyim kimi F-in və X-in iştirak etdiyi düstur lazımdır. O da təbii ki, Fx bölünsün 2-dir. İndi gətirib yazırıq uşaqlar. Deməli, burada mənfi qalmasın deyə sondan başlanğıcı yox, başlanğıcdan sonu çıxırıq. Çünki biz bilirik ki, normalda fizikada dəyişmə nədir? Sondan başlanğıcın çıxılması. İndi mənfi qalmasın deyə, mənfidən azad edək deyə başlanğıcdan sonu çıxacaq. F-i uşaqlar çıxarıram mötərizə xaricinə. Çünki biz eyni qüvvənin təsiri ilə yayı neyləmişik? Sıxmışıq. Sadəcə yayın əvvəlki vəziyyəti var, sonraki vəziyyəti var. Onlar dəyişir. F bölü 2 mötərizə xaricində yayın əvvəlki vəziyyəti x1, yayın sonraki vəziyyəti isə nədir? x2, yəni x1 çıxılsın, x2 də yazdıq. İndi F-imiz neçədir? 200. Bölünsün 2. Daha sonra uşaqlar, mənim yayım, baxın 20 santim sıxılıb.
Hansı vəziyyətdən? Əvvəlki vəziyyətlə bağlı görürsüz, mənə bir nüans qeyd eləməyib. 0 qəbul edir. 0 vəziyyətindən mən yayı nə etmişəm? 20 santim sıxmışam. 20 santim sıxmışam. Yəni əvvəl sükunət alanı. Sükunət alanı. Yayımızın ilkin başlanğıc halını biz sükunət halı kimi qəbul edirik. Yəni orada uzanma da yox idi, sıxılma da yox idi. Yay öz yerində dayanmışdı. Mən o sıfırda olan yayı nə etdim? Götürdüm. 20 santim sıxdıq. Sözsüz ki, biz bilirik ki, fizikada uzunluq məsafə vahidi metrdir. Onda 0 çıxılsın. Nə yazıram? 0,2. Deməli, burada hesablayanda 100 vurulsun. Təbii ki, bizə verəcək neçə? Deməli, mənfi 0,2. Onu da 100'e vuranda eləyəcək neçə? Mənfi 20 joule. Mənfi 20 joule. Cavablarda da harda verilib mənfi 20 joule? B variantında. 12-ci sualda diqqət edirik. Bizə nə verib? Deyir ki, sərbəst düşən cismə təsir edən ağırlıq qüvvəsinin işinin zamanla asıllıq qrafikini müəyyən edin. Mən bilirəm ki, aşağı hərəkətdə necə hərəkətdə yeyinləşən sərbəst düşəndir. Şaquli aşağıda səbəb nə idi? Aşağı hərəkətdə sürətin istiqaməti aşağı, J-nin istiqaməti, yəni sərbəst düşmə tərcih istiqaməti biz bilirik ki, onsuz da həmişə aşağıdır. Yəni aşağı hərəkətlərdə şaquli aşağı və sərbəst düşəndə sürət və tərcih istiqaməti eyni olduğu üçün hərəkət yeyinləşən, şaquli yuxarıda isə əks olduğu üçün hərəkəti nə qeyd etmişdik? Yavaşlayan. İndi sərbəst düşən cismin hərəkəti yeyinləşən hərəkətdə iş görülür. Burada artıq problemimiz yoxdur. Özü də müsbət qiymət alır işimiz qeyd etmişdik. İndi bir digər tərəfdən bəs iş şeyin zamanın asılı qrafiki necə olacaq? Yəni bizim işimiz necə dəyişir? Uşaqlar, A bərabərdir nə idi? Fs. Təbii ki, baxırsınız. İşləm yer dəyişmə necə asılıb? Düz asılıb. Əgər mənim yer dəyişməm yeyinləşən, yavaşlayan, düz xəttli bərabər sürətli hərəkətdə hansı qanunla dəyişirsə, iş də həmin qanunla dəyişirdi. Biz bilirik ki, yeyinləşən hərəkətdə S-in T-dən asılılıq qrafiki necə olurdu? Təbii ki, B variantındakı kimi. Baxırıq ki, iş də yer dəyişməli düz asılıdırsa, eyni qanunla dəyişirsə, onda elə iş də zamanına görə necə dəyişəcək? B variantındakı kimi. Yeyinləşən hərəkəti yenə qeyd edirəm. S hansı qanunla dəyişirsə, yavaşlayanda düz xəttli bərabər sürətdə də iş də həmin qanunla dəyişəcək. Səbəb nədir? Düz asılıdır. Onun qanunlarına tabedir. 12-də ona görə cavabımız olacaq nə? B variantı. İndi baxaq 13-cü sualımıza. 13-cü sualda nə deyir bizim üçün? 13-də deyir ki, mühərrikin gücü 2 kilovat olan kran neçə kiloqram yükü 1 dəqiqə ərzində 60 metr hündürlüyə bərabər sürətlə qaldırılır. İndi uşaqlar, bu mənim məsələn kranımdır. İndi mənim də belə bir cismim var. Kran bu cismi nə edir? Bərabər sürətdən yuxarı qaldırır. Bunda deməli, dartı qüvvəsinin istiqaməti necə olacaq? Yuxarı, çünki qaldırır axı. Bir digər tərəfdən mən bilirəm ki, hər bir cismin mərkəzinə, yerin mərkəzinə nə təsir göstərir? Ağırlıq qüvvəsi təsir göstərir. İndi uşaqlar, məsələnin şərti qeyd edir ki, bərabər sürətlə qaldırsın. Biz bilirik ki, bərabər sürətlə hərəkəti əvəzləyici qüvvə nəyə bərabərdir? Sıfıra. Onda deməli, yuxarı yönələn qüvvə ilə aşağı yönələn qüvvələr, yaxud sağa yönələn qüvvələrlə sola yönələn qüvvələr bir-birini kompensasiya etməlidir ki, əvəzləyici nə olsun? Sıfır. Yəni, ədədi qiymətcə bərabər, istiqamətcə əks yönəldikdə biz bilirik ki, onsuz da kompensasiya olunur. Onda deməli, əgər bərabər sürətlə qaldırıramsa, mənim dartı qüvvəm nəyə bərabər imiş? MŞ-yə bərabər imiş. Bizim dartı qüvvəmiz elə MŞ-yə bərabər. İndi baxaq, məndən istədiyi nədir? Gücü verib, daha sonra zaman verib, daha sonra mənə hündürlüyü verib, bizdən istədiyi sürətdir. Gücün düsturu nədir? N bərabər idi F qüvvənin iştirak etdiyi. İndi sözsüz ki, F-in yerinə gətirdim, qoydum MŞ. Bir digər tərəfdən V-nin də yerinə gətirib burada nə əvəzləməsi aparırıq? V-nin də yerinə S bölünsün T əvəzləməsi aparacaq. Çünki mənə gördüyünüz kimi məsafə verib 60 metr, zamanı verib 1 dəqiqə. Sürətlə bağlı heç bir nüans qeyd eləməyib bizim üçün. Onu da gətirib yazdım. Deməli, H bölünsün T. İndi naməlum olan bir dənə nədir? Təbii ki, kütlə. Özü də qeyd edib. Mühərrikin gücü 2 kilovat olan kran neçə kiloqram yükü? Gördüyünüz kimi kütlədən söhbət açıq mənim üçün. İndi N-in yerinə gətirib qoyuruq 2 kilovat. 2 vur 10 üstü müsbət 3. Kütlə naməlumdur. J 10'dur. H-ı verib 60 metr. Zamanı verib 1 dəqiqə. 1 dəqiqə ilə nədir? 60 saniyə. Çünki biz bilirik ki, fizikada zaman vahidi nədir? Saniyə, dəqiqədə saxlaya bilmərik. Onu da buradan 2 vurulsun, 10 üstü 3 bərabərdir, 10 m. Onların biri də getdi. Elə m bərabər imiş nəyə? 200 kiloqrama. Deməli, mənim cismimin kütləsi nəyə bərabər imiş? 200 kiloqrama. İndi gəlin keçək baxaq. Burada gəlir bizim deməli neçənci sualımız? Gəlir bizim 11-ci sualımız. Daha doğrusu 14-cü sualı bağışlayın. 14-cü sualda nə deyir mənim üçün? Deyir ki, cismə təsir edən qüvvənin proyeksiyasının zamandan asılı qrafiki verilib, hansı qrafiklərə əsasən cismə təsir edən qüvvə müsbət iş görür. Uşaqlar, işin qüvvədən olan düsturu nədir? A bərabərdir Fs. İndi gördüyünüz kimi sizə burada yer dəyişmədən danışmır. Qüvvəni verib. Biz bilirik ki, işin müsbət qiymət alması üçün qüvvə də necə qiymət almalıdır? Müsbət. A variantında qüvvə müsbətmi? Bəli, gördüyünüz kimi sıfırdan yuxarıdır. Ola bilər. B variantında bizim qüvvəmiz müsbətmi? Bəli, gördüyünüz kimi qrafik sıfırdan yuxarı müsbətdir. C variantında qüvvə müsbət qiymət alır. Xeyr, mənfi də sıfırdan aşağıdır. Ola bilməz. D variantında, daha doğrusu 4-də yenə ola bilməz, qrafik sıfırdan aşağıdır. 5-də qüvvə sıfırdır. Qüvvə sıfırdırsa, iş də sıfıra bərabər olur. Biz dedik ki, bərabər sürətli hərəkətdə ona görə elə işimiz nəyə bərabər idi? Sıfıra bərabərdir. Qüvvənin sıfır olmasına görə. Doğru variant olacaq nə? 1, 2. 1, 2. İndi keçək sonuncu 15-ci sualımıza.
15-də nə deyir bizim üçün? Deyir ki, cismə təsir edən əvəzləyici qüvvənin işi nə vaxt müsbət, nə vaxt mənfi, nə vaxt sıfıra bərabər olar və mənə də verilən qrafik nədir? İmpulsun zamanı asılı qrafik. Uşaqlar, iş nə vaxt müsbət qiymət alırdı? Yeyinləşən hərəkətdə. Yeyinləşən hərəkətə uyğun qrafiklər T oxundan uzaqlaşmalı idi. T oxundan uzaqlaşan birincədədir, bir də 5-cidədir. Onda deməli, müsbət qiymət almaya gəldi birinciyə 1,5. İş nə vaxt mənfi qiymət alırdı? Yavaşlayan hərəkətdə qrafik T oxuna yaxınlaşırdı. Onda deməli, gəldi 2-yə 2, bir də 4T-yə yaxınlaşanlar. Daha sonra iş nə vaxt sıfır olurdu? Bərabər sürətli hərəkətdə. Bərabər sürətli hərəkətdə impuls, sürət, kinetik enerji hamısı sabitdir. Sabitin də qrafikini verib bizə hansıdır? 3-də. Deməli, 1-ə gəldi 1,5, 2-yə gəlir 2,4, 3-ə isə 3. Bu da bizim iş və güclə bağlı suallarımızın izahı idi.